Sadələşdirilmiş vergi üzrə sabit məbləğin məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz əsasında fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən onlayn rejimdə qəbzin alınması barədə video təlimat. Bu video təlimatda vergi ödəyiciləri tərəfindən onlayn rejimdə müvafiq qəbzin alınmasına dair məlumat formasının tərtib olunması prosesi əks etdirilir. Bunun üçün İnternet Vergi İdarəsinin New e-Taxes Govaz portalına daxil olmaq lazımdır. Asan imza, Sima token, Sima imza və yaxud kod, parol, şifrə bölmələrindən biri seçilir. İstifadəçi ilk növbədə yeni pəncərədən ərizələr bölməsini seçir. Daha sonra sadələşdirilmiş vergi üzrə sabit məbləğin məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin alınması ilə bağlı müraciət ərizəsinin işlənməsi üçün yeni ərizə xanasına ərizənin adını yazaraq axtarışa uyğun ekranda adı əks olunan ərizə formasını seçir. İstifadəçi həmçinin hamısına bax düyməsi vasitəsilə yeni açılan pəncərədən də müvafiq ərizə formasını seçə bilər. Ərizə seçildikdən sonra açılan pəncərədən Uçot növünü seçin hissəsindən vergi məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxs seçilərək növbəti düyməsi sıxılır. Ekranda vergi orqanı, vergi ödəyicisi və fiziki şəxsin uçot növü xanaları sistem tərəfindən avtomatik doldurulur. Fəaliyyət növü xanasında ödəyicinin fəaliyyət növü siyahıdan seçilir, sonra fəaliyyət alt sinfi seçilir. Dövr xanasında müvafiq dövr qeyd olunduqdan sonra açılan təqvimdən qəbzin qüvvədə olma müddəti xanasında başlanğıc tarix seçilir. Müddətin bitmə tarixi isə sistem tərəfindən seçilmiş dövrə uyğun olaraq avtomatik müəyyənləşdirilir. Məcburi dövlət sosial sığorta haqqının və icbari tibbi sığorta haqqının aid olduğu aylar xanasında istifadəçi tərəfindən müvafiq ay seçilir. Fəaliyyət zonası bölməsində faktiki olaraq fəaliyyətin göstərildiyi ərazi seçilir. Seçim edildikdən sonra daxil olan məlumatlara uyğun qəbz üzrə ödəniləcək məbləğlər ekranda əks etdirilir. Əgər istifadəçi tərəfindən ödənişlər elektron qaydada xidmətdən istifadə edilməzdən əvvəl ödənilibsə, bu zaman "Mənim ödəniş qəbzim var" kombosunun qarşısında qeyd işarələnir və ödəniş qəbzinin nömrəsi müvafiq xanaya daxil edilərək yoxla düyməsi sıxılır. Qeyd edək ki, 2 və daha artıq ödəniş qəbzinin əlavə olunması mümkündür. Qeyd. 1. Ödəniş kartınız mövcud olduğu halda qəbzin əldə edilməsi üçün vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə ödənişləri ödə düyməsini sıxmaqla real vaxt rejimində həyata keçirə bilərsiniz. 2. Ödəniş kartınız mövcud olmadığı halda isə qəbzin əldə olunması üçün vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə ödənişləri xidmətdən istifadə etməzdən öncə ödəniş terminalları, poçt rabitəsinin milli operatorları və ya bank vasitəsilə həyata keçirə və ödənişi təsdiq edən qəbzi əldə edə bilərsiniz. Bu zaman "Mənim ödəniş qəbzim var" qeydini işarələyərək qəbzin nömrəsi daxil olunmalıdır. 3. Qəbzin əldə olunması vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə ödənişləri hər hansı bankın mobil tətbiqi vasitəsilə həyata keçirdiyiniz halda, ödəniş şəxsi hesab vərəqənizdə əks olunduqdan sonra "Mənim ödəniş qəbzim var" qeydini aparmaqla həmin ödəniş üzrə şəxsi hesab vərəqənizdə əks olunan qəbzin nömrəsini daxil etməlisiniz. Əgər istifadəçi tərəfindən ödənişlər elektron qaydada xidmətdən istifadə etməzdən əvvəl ödənilməyibsə, bu zaman ödə düyməsi sıxılır və açılan pəncərədə kart məlumatları daxil edilərək onlayn qaydada ödəniş həyata keçirilir.
Ödəniş uğurla başa çatdıqdan sonra yeni açılan pəncərədən ödəniş qəbzini elektron poçta göndərmək və ya çap etmək mümkündür. Daha sonra təşkilatın səhifəsinə qayıt düyməsi vasitəsilə ərizənin doldurulması səhifəsinə geri qayıtmaq və göndərilməsi üçün ekranda aktivləşən növbəti düyməsi, qaralamada saxlanılması üçün isə qaralamada saxla və çıx düyməsi sıxılır. İstifadəçi sistemə asan imza ilə daxil olduqda növbəti düyməsini sıxdıqdan sonra ekranda yeni pəncərə açılır. İmtina düyməsi sıxıldıqda yenidən əvvəlki pəncərəyə geri qayıdılır. Bu zaman ekranda əks olunan sil düyməsi vasitəsilə ərizə forması silinə və ya əksinə əməliyyatdan imtina edilə bilər. İmzala və göndər əməliyyatından sonra yeni pəncərədə istifadəçi tərəfindən doldurulmuş məlumatlara uyğun ərizə forması və onun göndərilməsi barədə bildiriş əks olunur. Həmin pəncərədə çap düyməsi vasitəsilə ərizə çap edilə, endir düyməsi ilə yüklənə bilər. Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur. Daha sonra müraciət əsasında istifadəçiyə təqdim olunan qəbz ekranda əks etdirilir. Qəbzin alınması ilə əlaqədar göndərilən elektron ərizə istifadəçinin ərizələr bölməsindəki göndərilənlər qovluğunda, qəbzin özü isə məktublar bölməsinin daxil olanlar qovluğunda əks olunur. Müraciət əsasında istifadəçiyə təqdim olunan və dərhal ekranda əks olunan sadələşdirilmiş vergi üzrə sabit məbləğin məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz istənilən vaxt daxil olanlar qovluğundan yüklənilə və çap edilə bilər.